Film ötən əsrin əvvəllərini, yəni məhz kinoya səsin gəlişi dövrünü təsvir edir. Azərbaycan kinosunun erotik oyanışı kimi təqdim olunan bu filmdəki erotizm əslində forma və məzmun arasındakı münasibətdən, həmçinin səs, görüntü və ekran arasındakı gərginlikdən doğur. Filmdəki məhəbbət üçbucağı kinonun elə bu komponentlərini işarə edir. Bir dənə qənd götürün. Ağabəy səsdir, onun gözləri tutulur. Bu həm də məcazdır. Artıq onun görməyə ehtiyacı yoxdur. Nuri görüntüdür, o səssiz qalmağa məcbur olur. Çünki daha kinoda görüntü danışmayacaq. Turan isə kinonun özüdür. Onun iki kişi ilə münasibəti kinonun həm səs, həm də görüntü ilə olan estetik əlaqəsini təmsil edir. Sənətin özünün də tənqid olunduğu bu filmdə rejissor kinonun metafizikasına toxunur. Onun fikrincə, kino səsin gəlişi ilə reallığa yaxınlaşmaq istəyərkən öz sehrini, ilğımını itirir.